Alfa Kursun 4-cü bərnaməsinə xoş gəlibsiniz. Bizim nə üçün ehtiyacımız var ki, Tanrını tanıyaq? Bu sualın cavabı Tanrının bizdən nə istədiyində yatır. Tanrının insandan istədiyi, onun dini rəsm-rüsumları deyil, onun sevgi və məhəbbətidir. Və məhəbbət o dərin hiss və əlaqədir ki, ancaq doğru bir tanışıqdan adamın qəlbində sakin olur. Və belə bir tanışıq ancaq və ancaq iki tərəfli və canlı bir rabitədən hasil olur. Buna görə də Tanrını sevmək üçün lazımdır ki, onunla iki tərəfli bir rabitədə olaq. Amma biz insanlar nəinki məxluquq, Tanrını tanımağa qadir deyilik, məgər bu ki, Tanrı özü qərar versin ki, özünü bizə tanıtsın. Müqəddəs kitabın xoş xəbəri də elə budur. Bu ki, Tanrı müqəddəs kitabın vəsiləsi ilə özünü insana tanıdır və özünü ona aşkar edir. Bunu onun üçün edir ki, İnsan eləyə bilsin, Tanrının ona dediyi sözlər ilə onu tanıya bilsin. Onun şəxsiyyətini tanısın və bilsin də ki, bu Tanrı ilə necə eləyə bilər, iki tərəfli bir rabitə qursun və bu rabitədə yaşasın. Keçən bərnamələrdə müqəddəs kitabı müxtəlif baxımdan araşdırdıq və gördük ki, bu kitabxananın əsl mövzusu Tanrının insanla olan rabitəsidir. Və gördük də ki, bu kitabın sözlərinə etimad edə bilərik. Çünki əsla bu imkan yoxdur ki, onda heç dəyişiklik və təhrif baş vermiş olsun. İndi gəlin görək Tanrı özünü müqəddəs kitabda necə aşkar edir. Və insan necə eləyə bilər bu Tanrı pərverdigarla iki tərəfli bir rabitəyə girsin. Müqəddəs kitabın birinci cümləsi belə başlanır. Başlanışda Tanrı göylər və yeri yaratdı. Burada görürük ki, Tanrı lazım görmür ki, özünün varlığını insana sübut etsin. Çünki bu haqda yaxşı bir dəlili var. İnsanı yaradan Tanrıdır və Tanrı yaxşı bilir ki, insanı necə yaradıb və bilir də ki, insan Tanrının varlığından agah olan bir məxluqdur. Ona görə də öz zatında bilir ki, Tanrı var. Və əsla ehtiyacı yoxdur ki, biri Tanrının varlığını ona sübut etsin. İnsanın ehtiyacı yoxdur ki, Tanrı varlığını ona sabit etsin. Çünki Tanrı onu Tanrı agah yaradıb. İnsanın hətta bu təlaşı da ki, Tanrının varlığını bir nəhv ilə rədd etsin, aydınca göstərir ki, insan öz vücudunda Tanrının varlığını bilir. Bilməsəydi, bu qədər onu danmağa ki, çalışmazdı. Olmayan bir şeyin ki, rədd olunmağa ehtiyacı yoxdur. Mümkündür soruşasınız, əgər belədir, bəs nə üçün Tanrının varlığını inkar edən fəlsəfələr insanlar arasında özlərinə bu qədər geniş bir yer açıblar? Bunun səbəbi budur ki, insan bu təlaşda ki, Tanrı ilə bir rabitə qursun, şikəst yeyib və bunun nəticəsində də onu tanıya bilməyib. İnsan daim bu təlaşdadır ki, öz yolu ilə Tanrı ilə irtibat qursun. Amma Tanrının müqəddəs zatına görə belə bir şey insan üçün əsla mümkün olmaz. Əgər istəyirik ki, Tanrı ilə canlı bir rabitəyə girək, tənha yol budur ki, Tanrıya qulaq asaq və onun dediyi kimi onunla
irtibat quraq. Tanrını tanımağın tənha yolu budur. Və bu yoldan xaric heç bir yolla eləyə bilmərik ki, Tanrını tanıyaq. Bu təlaş ki, insan çalışır həyatında Tanrının varlığını dansın, elə özü bu mətləbi aydınca göstərir ki, insan öz-özündə Tanrının varlığı haqda biliyi var. Çünki əgər olmasaydı, özünə zəhmət verib onu danmağa çalışmazdı. Tanrını inkar edən adamların sözlərinə nə qədər çox qulaq asıram, o qədər də çox bu nəticəyə yetişirəm ki, bu adamlar kiçik uşaqlar kimi Tanrı ilə ləcbazlıq edirlər və bunun dəlili də Tanrının ziddinə saxladıqları kin və qəzəbdir. Bu adamlar çalışırlar ki, Tanrının varlığını inkar etməklə telafi edib içlərində olan qəzəbi yatırsınlar. Tanrı əsla buna ehtiyac görmür ki, varlığını insana isbat etsin. Həvari Pavlosun Rumlulara yazdığı məktubda görürük ki, bəşər hər nə ki istəyir Tanrı barəsində bilsin, onun gözünün qabağındadır və onları görməyə qadirdir. Necə ki, Rumlulara yazıldığı məktubun 1-ci fəsli də bunlara işarə edir. Əzizlərim, Pərverdigar insanı Tanrı agah yaradıb. Başlanışda Tanrı göylər və yeri yaratdı. Müqəddəs kitab bütün kainatın yaradılışını bu sadə cümlə ilə bəyan edir. Tanrının varlığını danan çox adamlar keçmişdə bu inancda idilər ki, kainat əsla yaradılmayıb və həmişə varmış. O zamanlar bu adamlar termodinamikin birinci qanununu dəlil gətirirdilər. Bu qanun deyirdi ki, enerji nə aradan gedər, nə də olar ki, onu yaradasan. Əgər yadınızda olsa, sizə demişdim ki, belə fərziyyələr hətta fərziyyə olduqlarında da səhih deyirlər. Çünki düzgün müşahidə üstünə qurulmayıblar. Amma belə bir sözü demək hətta fəlsəfə baxımından da qələtdir. Çünki əsla dəlil mədrək yoxdur ki, eləyə biləsən bu qədər dogm belə bir nəzəriyyə verəsən. Belə bir sözün deməsi ancaq bu cür düzgün olar ki, deyək, bizim buracaq müşahidə etdiyimizə görə kainatda olan enerjinin miqdarı azalıb çoxalmır və daim həmən qalır. Başqa bir sözdə bu demək ki, heç kəs buracaq şahid olmayıb ki, təzə enerji vücuda gəlsin ya da aradan getsin. Amma görürsünüz ki, əgər bu mətləbi belə deyək, bu mətləb əsla bunu demir ki, kainat əbədidir. Bundan da söz etmir ki, aya bu enerji xəlq olub ya da olmayıb. Ancaq deyir ki, bizim buracaq bildiyimizə görə miqdarı daim həmən qalır. Bir zamanlar çox adamlar ki, çalışırdılar Tanrını dansınlar, Tanrının yerinə kainat ya da universi qoymuşdular. Və elə düşünürdülər ki, univers həmişə varmış. Amma nə deyim ki, termodinamikin ikinci qanunu, birinci qanunu bir nəhvinə rədd etdi. Bu qanun deyir ki, kainat sərf etdiyi enerjini əldən verir. İndi bu qanuna görə, əgər kainat ya da univers sərf etdiyi enerjini əldən verir, bu o deməkdir ki, əbədi deyilmiş və miqdarı da naməhdud deyilmiş. Əgər bir şeyin miqdarı naməhdud
məhduddur. Haradan eləyə bilərik bilək ki, onun miqdarı zaman ərzində azalır. Çünki naməhduddur. Bizim bu sözümüz ki, kainatın məsrəf etdiyi enerji əldən gedir, özü buna dəlildir ki, biz bu miqdarı naməhdud bilmirik və təşxis verə bilirik ki, zaman ərzində azalır. İndi əgər bir şey zaman ərzində miqdarı azalır, bu cinə o deməkdir ki, bir zaman bəlli bir miqdarda doluymuş və zaman ərzində məsrəf etdiyini əldən verir. Və bu da elə bunu göstərir ki, bu kainatın bir nöqteyi başlanışı var. Və elə bu mətləbdə Big Bang teorisinə yol açır. Big Bang teorisi bunu deyir ki, kainatın başlanış nöqtəsi var və bu başlanış kozmik, fəzai bir partlama ilə başlar və hələ də qabağa gedir. Elə bil ki, bir qovuğu püfləyib şişirdəsən. Kainat da bu qovuq kimi hələ də şişməsinə davam verir və bunun nəticəsində kainatda olan səyyarələr və ulduzlar bir-birindən daha da çox uzaqlaşırlar. Və indi bütün çalış bundadır ki, Hubble teleskopu ilə kainatda arxaya getsinlər və bu haqda daha da çox məlumat yığsınlar. Necə ki görürsünüz, Big Bang teori də əsla tarının varlığını rədd etmir. Müqəddəs kitab deyir ki, tarı əmr etdi və əmr etdiyi baş verdi. Olsun. Gəlin bütün kainatın başlanış nöqtəsini fəzai bir patlama bilək. Amma bu inficar haradan baş verdi və necə əmələ gəldi? Və heç nə yox ikən harada baş verdi? Bu suala ancaq müqəddəs kitab cavab verir və o da bu ki, tarının kəlamının qüvvəti bunların hamısına bais oldu və xilqət baş verdi. Sizə demişdim ki, nə qədər elm pişrəft edir, tarının varlığını daha da çox ispat edir. Və müqəddəs kitab bütün bunları sadə bir cümlə ilə bəyan edir. Başlanışda tarı göylər və yeri yarattı. Müqəddəs kitabın bu birinci ayəsi tarı haqqında əsl dildə çox da calib, çox da maraqlı bir kəlmədən istifadə edir. Kitabın əsl dili burada tarı haqda Elohim sözündən istifadə edir ki, İbrani bir kəlmədir və dilin qramer baxımından ismi cəmdir. İsmi cəm elə bir ismdir ki, müfrəd olaraq zehində cəm bir mənaya şəkil verir. Müfrəd olaraq içində çoxuna şamil olur. Məsələn, millət kəlməsi kimi. Biz İran milləti ya da Azəri xalqını eşidəndə fikrimizdə birdən 75 milyon İranlı ya da 30 milyon İranlı Azərbaycanlılar can alır. Elohim sözü də belədir. Elohim vahid tarını mətrəh edərək İbrani oxucunun fikrində elə bir tarıdan danışır ki, zatında vahid olaraq içində cəm şəklindədir. Elə bir ki, çox tarıdır. Amma eyni halda öz vahid zatını kamil bir şəkildə hifz edir. Müqəddəs kitab bu sözünə ki, başlanışda tarı, bunu ifadə edir ki, tarı əzəli bir tarıdır və əzəldən varmış. İkinci ayəyə yetişdikdə müqəddəs kitab deyir ki,
və tarının ruhu suların üstündə dolaşardı. İkinci ayədə biz başqa bir şəxsiyyətlə rastlaşırıq ki, müqəddəs kitab onu tarının ruhu çağırır və görürük də ki, bu şəxsiyyət necə tarının özü kimi yaradılış işində dəxil və fəaldır. Və söz belə davam verir. Tarı dedi, ışıq olsun və ışıq oldu. Tarı gördü ki, ışıq yaxşıdır və o ışığı qaranlıqdan ayırdı. Tarı ışığa gündüz, qaranlığa da gecə adını verdi. Axşam oldu, səhər oldu, birinci gün. Tarı dedi, suların arasında bir gübbə olsun və suları bir-birindən ayırsın. Tarı gübbəni düzəltdi və gübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu. Tarı gübbəyə göy adını verdi. Axşam oldu, səhər oldu, ikinci gün. Tarı dedi, göyün altındakı sular bir yerə yığılsın ki, quruluq görünsün. Belə də oldu. Tarı quruluğa yer, su yığınlarına da dəhəzlər adını verdi. Tarı gördü ki, bu yaxşıdır. Tarı dedi, yer üzü bitkilər göyətsin. Toxumlar verən otlar və öz cinslərinə görə toxumu meyvələrində olan meyvə ağacları. Belə də oldu. Yer üzü bitkilər yetirdi. Onlar öz cinslərinə görə toxum bitirdilər və ağaclar öz cinslərinə görə toxumu içində olan meyvə bar verdilər. Və tarı gördü ki, bu yaxşıdır. Axşam oldu, səhər oldu, üçüncü gün. Tarı dedi, göy gübbəsində çıraqlar olsun ki, gecə gündüzü bir-birindən ayırsın. Onlar əlamətləri, fəsilləri və günlərlə illəri görsətsinlər. Qoy onlar göy gübbəsində çıraq olub yer üzünə işıq satsınlar. Belə də oldu. Tarı iki böyük çıraq düzəltdi. Gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. Tarı ulduzları da yaratdı. Və onları göy gübbəsinə qoydu ki, yer üzünə işıq satsınlar. Gündüzü və gecəni idarə etsinlər və işıq qaranlığı bir-birindən ayırsınlar. Tarı gördü ki, bu yaxşıdır. Axşam oldu, səhər oldu, dördüncü gün. Tarı dedi, sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündə, göy gübbəsində quşlar uçsun. Tarı suyun böyük heyvanlarını yaratdı. Suda qaynaşan hər cür hərəkət edən canlı məxluqları öz cinslərinə görə yaratdı. Hər cür qanadlı quşları yaratdı, həm də öz cinslərinə görə. Tarı gördü ki, bu yaxşıdır. Tarı onlara bərəkət verib dedi, səmərəli olub çoxalın və dəhəzlərdəki suları doldurun. Quşlar da yer üzündə çoxalsınlar. Axşam oldu, səhər oldu, beşinci gün. Tarı dedi, yer üzü canlı məxluqlar öz cinslərinə görə gətirsin. Bəhimələr, sürünən canlılar və vəhşi heyvanlar öz cinslərinə görə. Belə də oldu. Tarı yeryüzünün vəhşi heyvanlarını öz cinslərinə görə, bəhimələri öz cinslərinə görə və yerdə sürünən bütün canlıları öz cinslərinə görə yaratdı və Tarı gördü ki, bu yaxşıdır. Burada gərək buna diqqət edəsiniz ki, yaradılış işində Tarı heç nədən bir miqdar götürüb xilqəti yaratmadı. Güya, məsələn, heç nə bir şeymiş. Başlanışda ancaq Tarı vardı, başqa heç nə yox idi. Tarı elə bir şey yaratdı ki, o zamanacaq əsla yox idi.
Əzizlərim, xilqət başqa bir şeyin içindən də yaranmadı. Güya məsələn tarı var idi və o da var idi. Və tarı ondan xilqəti yaratmış oldu. Xeyr, əsla. Belə bir fəlsəfəyə əflatunçular və neo-əflatunçular inanırlar ki, onlara görə əzəldə həm tarı var idi, həm də maddə ki, tarıdan daha alçaq idi. Və tarı bu pəst və alçaq maddədən bütün xilqəti yaratdı. Xeyr, əzəldə ancaq tarı var idi. Tarı xilqət işində özündən də bir qismət götürüb xilqəti yaratmadı. Məsələn, tarı özündən bir qismət qoparsın və bütün kainatı ondan yaratsın. Buna da vəhdəti vücud fəlsəfəsinə inananlar inanırlar. Baxın, tarı baqi bir vücuddur. Amma bu kainat fani. Əgər tarı özündən bir qismət götürüb bu aləmi yaradır, bu o demək olur ki, bir qismət baqi, bir qismət faniyə vücud verir. Yaxşı. İndi gəlin buna axırdan baxaq. Bu sözümüz bu demək olur ki, əgər biz müəyyən bir miqdarda faniləri bir-birinin yanına düzək, ondan qeyri-fani əmələ gələcək. Siz binəhayət miqdarda faniləri bir-birinin yanına düzəsiz də, cinə ondan qeyri-fani hasil olmaz. Tarının xilqətində, əzizlərim, vəhdəti vücud yoxdur. Tarı dünyaya vücud verdi, özündən yox, alçaq və pəst bir maddədən yox və heç nədən də yox. Aləm tarının kəlamının qüdrəti ilə yaradıldı. Yaradılışdan qabaq bu aləm ancaq bir yerdə ola bilərdi, o da tarının fikrindeydi. Burada gərək başqa bir mətləbə də diqqət edək ki, birinci gün, ikinci gün, üçüncü gün deməkdən məqsəd 24 saat deyil. Burada hələ əzəldəyik. Zaman və məkan hələ mətrəh deyil. Müqəddəs kitab, əzizlərim, insan dilində yazılıb və bu günlərdən məqsədi bir müəyyən zaman deməkdir ki, əzəliyyətdə baş verir. İndi sizdən bir sualım var. Sizə görə bu ibarət bizə nəyi açıqlayır? Tarı gördü ki, bu yaxşıdır. Xatırınızda olsa, keçən söhbətdə demişdim ki, o zaman ki, biz bir şeyi müqayisə edirik, aydınca bunu göstəririk ki, zehnimizdə bir ayar saxlayırıq və o ayarla onu müqayisə edirik. Burada tarı yaxşıdır deməkdə müqayisə işinə əməl edir. Tarı yaradır və deyir ki, yaxşıdır və ona standart möhürünü vurur.
Sizə görə bu bizə nəyi göstərir? Bunu ki, Tanrı yaradılışa əməl etməmişdən qabaq öz fikrində onun tərh və planını çəkmiş imiş və bu plana əsasən bir memar kimi yaradılışa əməl edib və yaradandan sonra da hər hissəni zehnində olan planla müqayisə edib onu bəyənir və deyir ki, yaxşıdır. Ona görə də biz burada elə bir Tanrı ilə rastlaşırıq ki, fikr edir, planlayır və bu plana əsasən iradəsini işə salıb əməl edir. Tanrı fikr edir, fikrinə görə planlayır, iradəsi də var ki, bu planı əməldə yerinə yetirsin. Bilirsiniz, bu mətləb Tanrı haqqında bizə nəyi açıqlayır? Bunu ki, Tanrı bir şəxsdir. Bəli, Tanrı bir şəxsdir. O zaman ki, biz Tanrının bir şəxs olduğunu deyirik, adamlar hərasa düşüb elə sanırlar ki, güya biz küfr danışırıq. Bunun səbəbi budur ki, şəxs kəlməsini adamlar daim insan barəsində işlədirlər. Və nəinki dinlər də Tanrı haqqında düzgün bir tanışıq vermirlər, adamlar qorxurlar ki, məbada bu sözlə Tanrı haqqında küfr danışmış olsunlar. Bu düşüncə səhvdir. Doğru ki, şəxs və şəxsiyyət kəlməsi daim insan haqqında işlənir, lakin bunun üçün ki, insanın da fikri var. Fikrinə görə planlayır və iradəsi var ki, bu plana əməl etsin. Buna görə insana şəxs deyilir. İnsanın şuurudur ki, onu şəxs edir. Biz heyvanları şəxs çağırmırıq. Çünki onların etdikləri şuur, fikir və iradə üstündə deyil, qərizə üstündədir. Həqiqətən də elə Tanrının şəxsiyyət olduğudur ki, onun tanımasını bizə mümkün edir. Dəqiqən o şəkildə ki, biz insanların şəxsiyyətləri də imkan verir ki, bir-birimizi tanıyaq. Müqəddəs kitab buracaq bizi elə bir Tanrı ilə rastladıb ki, əzəlidir, ruhdur, vahiddir, lakin zatında çox Tanrı. Xaliqdir və xilqəti öz kəlamının qüdrəti ilə yaradır və Tanrı şəxsdir. Tanrı haqqında bunları bilmək ürəyimizi aramlığından doldurur. Çünki görürük ki, Tanrı böyük bir enerji yığını deyil. Fəzai polis də deyil ki, daim bizdə xata tapmaq dalınca olsun. Dinlər daim çalışırlar ki, Tanrıdan bizə məlumat versinlər və bu məlumatların doğru olduğunu da düşünürlər. Amma müşkül buradadır ki, bu məlumatlar insanın öz fərzlərinə əsasdır. Bu fərziyyatlar mümkündür düzgün olsun, mümkündür olmasın. Belə məlumatlar Tanrını insana tanıda bilməz. Və nəinki insan tanımadığından qorxur, dinlər də onda Tanrı haqqında qorxu yaradırlar. Çünki Tanrını necə ki var, insana tanıda bilmirlər. Müqəddəs kitab Tanrını bizə şəxs tanıdır. Onun ehsasatı var və şəxs olduğuna görə onu tanımaq olar. Buna diqqət etməlisiniz ki, Tanrını tanımağın onun haqqında məlumat almaqla fərq edir. Tanışıq ancaq ikitərəfli əlaqədən, ikitərəfli rabitədən qaynaq alır. Və belə bir tanışıq qadirdir insanda Tanrı haqqında sevgi yaratsın. Tanrı haqqında olan dini məlumatlar, çünki insanın təcrübə və fərziyyatlarına bağlıdır, Tanrıdan insana doğru bir tanışıq vermir.
Ona görə də onda sevgi əvəzinə qorxu yaradır. Tarını şəxs tanımaq, əzizlərim, küfr deyil. Ona şəxs deməkdən məqsədimiz bu deyil ki, güya onu insan fərz edirik və ya ona cism və fizik qayıl oluruq. Xeyr, o şəxsdir, çünki fikri var, şuuru var, iradəsi var. Və tarı bu fikrinə dayanaraq yaradılış planını irəli aparır və ona əsasən də deyir ki, yaxşıdır. Müqəddəs kitabın dediyinə görə bu yaradılış beləcə 5-ci günəcək çəkir və o günün axırında tarı çox gözəl və ali bir mühit yaradır. Amma necə ki görünür, elə bil bu yaradılış buracaq ancaq bir müqəddəmədir və hamısı başqa bir xilqət üçün yaranıb ki, tarı onu 6-cı gündə yaradır. Bu barədə müqəddəs kitab belə deyir. O vaxt Elohim dedi, o vaxt tarı dedi, insanı öz surətimizdə və özümüzə bənzər yaradaq. Qoy o dəhəndəki balıqlara, göydəki quşlara, bütün yer üzündə olan heyvanlara və yer üzündə sürünən məxluqların hamısına hökmranlıq etsin. Tarı insanı öz surətində yaratdı. Onu tarının surətində yaratdı. Onları kişi və arvad yarattı. Burada tarıdan başqa bir məna varımız. Elohim ki özü şəxsdir, deyir ki, insanı öz surətində yaratsın. Və burada özü barədə danışanda cəm bir şəkildə danışır və mən sözü yerinə biz sözünü işlədir. Məgər tarı vahid deyil. Bəs niyə burada özü üçün cəm bir zəmirdən istifadə edir? Bu barədə calib, amma səhv bir cavab eşitdim. Bu cavaba görə böyük və cahcalallı adamlar öz ağlarında danışanda həmişə mən yerinə biz sözündən istifadə edilmişlər. Tarı da güya belə edilmiş. Xeyr, bu cavab səhvdir. Məgər tarı istəyirdi özünü kimə görsətsin və kimin yanında fəxr etsin? Yox, bu söz bu suala cavab deyil. Burada heç bir dəlil yoxdur ki, tarı məsələn cah-cəlalını birinin gözü qabağında nümayiş versin. Bu sözün dəlilini gərək cinə Elohim kəlməsində araşdıraq. Burada görürük ki, tarı vahid olaraq öz içində dinamikdir, puyadır və cinə zatında vahid olaraq şəxsiyyətmənd bir tarıdır və öz içində görürük ki, danışmağa başlayır. Elə bil ki, bu şəxsiyyətmənd tarı öz içində tək şəxsiyyətli deyil. Bir şəxsiyyətdən daha çoxu var. Və tarının vahid zatında olan bu şəxslər bir-biri ilə danışırlar və buna görədir də ki, tarı buyurur, gəlin insanı öz surətimizdə yaradaq. İnsanı öz surətimizdə yaradaq necə bir yaradılışdır? Aydındır ki, tarı ruh olaraq burada cismani və fizikal bir surətdən danışmır. Tarının məqsədi öz şəxsiyyəti haqqındadır. Tarı öz şəxsiyyətində olan hər şeyi insanda da qoyur. Niyə tarı bu xilqətdə ancaq insanı bu şəkildə yaradır?
Çünki insan üçün böyük bir amacı var. İnsan doğrudan da tənha məxluqdur ki, onun yaradılışında Tanrı özündən model götürür. Başqa bir sözlə, əzizlərim, Tanrı insanı Tanrı yaradır. Niyə? Çünki istəyir onunla canlı və ikitərəfli bir rabitə qursun. Doğru ki, Tanrının nədən bu kainat və onda olanların yaratdığını bilmirik. Lakin necə ki aydındır, Tanrı bütün bu yaradılışda istəyir ki, insanla canlı bir rabitədə olsun. Bunun yerinə yetməsi üçün ya gərək Tanrı insan olaydı, ya da insan Tanrı. Tanrı insanı Tanrı yaradır. Egzistansiyalist fəlsəfəsi çox çalışdı ki, insanlara bunu qandırsın ki, insan enerji, maddə və şans məhsuludur. Darwinistlər çox çalışdılar ki, insanın yaradılışını təkamül teorisinə bağlasınlar. Lakin elmin pişrəftinə görə belə teorilərin hamısı indi boşa çıxıb. İndi genşünasi elmi ispat edib ki, insanın DNA-ində 3 milyondan daha çox ittilaat zəbt olunub ki, bu ittilaat bizim bütün mənəmliyimizə, fikrimizə, rəftarımıza şəkil verir. Bu qədər ittilaat bir DNA içində, əzizlərim, təsadüfi və təkamül ərzində onda yazıla bilməz. Çox danışmənd, çox alim biri lazımdır ki, onu orada yazmış olsun. Sən boş bir kompüteri əsrlər buraxasan da, cinə zaman ərzində onun hard diski ittilaatla dolmaz. Biri lazımdır ki, bu ittilaatı ona yazmış olsun. İnsanı yaradan Tanrıdır və Tanrı onu öz surətində yaradır. Lakin insanla Tanrı arasında iki mühüm və böyük fərq var. Əvvəl bu ki, insanın cism və fiziki var, insan maddədir, halbuki Tanrı ruhdur. Necə ki, Yaradılış kitabın 2-ci fəsil 7-ci ayəsində görürük. Rəbb Tanrı Adəmə yerin torpağından şəkil verdi və onun burnuna həyat ruhunu üfürdü və Adəm canlı bir varlıq oldu. Başqa bir sözlə, insanın həyatı yerin torpağından değildi. İnsan o zaman canlı bir varlıq oldu ki, Tanrının ruhu onun içinə üfürüldü. Və Tanrı bu ruhunla öz şəxsiyyətini insana verdi. Görürsünüz, Tanrının ruhu yaradılışda fəal bir şəkildə əməl edir və sonrası da insanın içinə qoyulur ki, insanı canlı bir varlıq etsin. Tanrı ruhdur və indi o ruh insanda da yaşayır. İndi Tanrı və insan bu ruhun vasitəsilə canlı və ikitərəfli bir rabitədə ola bilərlər. Bəs birinci fərq bu idi ki, insanın fizik və cismi var idi. Bu insanı zaman və məkan içində məhdud edirdi. Halbuki Tanrı barəsində belə deyildi. İkinci fərq ki, daha da mühüm idi, budur. Tanrının həyatı özünə əsas idi. Tanrıdır ki, həmişə vardır. Başlanışda heç bir şey olmadan Tanrının varlığını görürük ki, yaradılışa əməl edir. Tanrının varlığı özünə əsasdır. Lakin insanın varlıq və həyatı özünə yox, Tanrıya əsasdır. Bu söz, yəni bu ki, əgər Tanrı olsaydı, insan da var olardı. Əgər Tanrı olmasaydı, insan da var ola bilməzdi. İnsanın xilqəti ilə yaradılış işi 6-cı gündə başa gəlir və Tanrı görür ki,
yaratdığı hər şey yaxşıdır. Ona görə də 7-ci gün yaradılış işindən aram tutur, istirahət edir. Kitab müqəddəsin bu sözdən məqsədi nədir? Qalsın gələm.